qışdır. Necə deyərlər, üzümüz yazadır. Ona görə də yaz hazırlığı elə bu aylarda başlar, əkini, bağ-bağatı olanlar torpağa, ağaca qulluq edərlər. Bakı bağlarında da bu mövsümdə ağaclara, meynə tinglərinə xüsusi qayğı göstərən bağ sahiblərinin işi çox olar. Şüvəlan bağları öz gözəlliyi ilə dillərə düşən bağlardandır. Qalalıların bini qədimdən bağ yerləri Şüvəlanda olub. Yaxın mənzildə yerləşdiyindən ilin hər fəslində burada bağ sahiblərinə rast gəlmək olar. Abşeron yarımadasının şərq hissəsində, Xəzər rayonunun enişli ərazisində Şüvəlandayıq. Belə deyirlər ki, içməli su Mərdəkan və Şüvəlanda olub. Elə buna görə də burada bağçılıq, əkinçilik tarixən ən vacib məşğuliyyət sayılır. Şüvəlan qəsəbəsində içməli su, yararlı su əkinə yararlı olduğuna görə əsasən burada sakinlər, yerli cəmaət əkinçiliyi ilə məşğul olub. Ona görə də köhnə Sovet dövründə Şüvəlan Gülçülük safxozu deyilən yer olub. Şüvəlan qəsəbəsində yerləşir. Böyük bir gülçülük safxozu. Demək olar ki, əhalinin əksəriyyəti həmin bu gülçülük safxozunda işləyib, əkin-biçinlə məşğul olublar. Və o gülçülük safxozu indi də fəaliyyət göstərir. Tədricən, düzdür, o geniş miqyaslı deyil. Ancaq tədricən gülçülük safxozu durur, hal-hazırda durur. Orada yenə də əkinçiliklə məşğul olurlar. Heyvandarlıqla məşğul olmuyor. Çünki heyvandarlıqla məşğul olmaq üçün gərək boş sahələr olmalıdır, otlaqlar olmalıdır, otarmaq üçün heyvanları. O da yoxdur. Boş yer yoxdur, hamısı yaşayış yerlərdir. Şüvəlan qəsəbəsində qala cəmaatının, qalalıların əkin yerləri olub. Çünki burada şirin su olub. Şirin su olduğuna görə yaşayışa da məqsədə uyğun olubdur burada. Ona görə də cəmaat və indi də demək olar ki, Şüvəlan qəsəbəsi Xəzər rayonunun ən böyük qəsəbələrindən biridir. Burada idarə müəssisələr var, məktəblər var, gimnaziya var burada. Dənizdə, səmada, küləkdə soruşdum. Dənizdən, səmadan, küləkdən, gözlərdən, dillərdən, ürəkdən, arzudan, ümiddən, diləkdən, soruşdum, hamıdan soruşdum. Kimsənsən. Dəniz sahilində təmiz hava almaq istəyənlər şəhərin səs-küylü, ab-havasını sakitliyə çəkilib unutmağa çalışanlar az deyil. Amma bir qrup insan da var ki, onları bura çəkən yaradıcılıq arzusu, yeni ilham qaynağı tapmaq istəyidir. Şüvəlan qayalarının əzəmətli duruşu, səmadan, dənizdən görünən gözəlliyi bir də rəssam fırçası ilə tamamlanarsa, o zaman təbiətdən yaranan bir əsər həyata gəlib deməkdir. Ümumiyyətlə, Şüvəlan həm də dənizə yaxın olduğu üçün burada gözəl istirahət zonaları var və yay zamanı bilirsiniz ki, burada Bakı cəmaatının çoxsu Şüvəlana gəlir. Uşaqlığım düşdü yadıma, çalışmışıq evdəkilərin sözünə baxmayaraq dənizə qaçaq. Ancaq təbii ki, evdəkilər
şəxsən anam çox heyecan keçirirdi ki, qorxurdu ki, neysə ola bilər. Bilirsiniz də, dəniz həm gözəldir, həm də qorxuludur, belə deyir. Uşaqlar vaxtında biz burada çox maraqlı, deməli, şənliklər olurdu. Yadıma gəlir Novruz bayramı, məsələn. Novruz bayramında bütün uşaqlar, hətta böyüklər şey çıxıb tonqal yandırırdılar. Yumurta döyüşdürürdülər. İndi hayır ki, bunlar indi artıq yoxdur və ancaq kinolarda yaşlı insanların söhbətində bunları eşidir. Mən elə gəlir ki, bu ənənə olsa daha da gözəl olardı. Çünki onda da uşaqlar bir şey çıxaraq bir-birinə mehriban olurlar, tanıyırlar bir-birini. Şuranda məşhur olan xalçaçılıqdır, duluzçuluqdur. Və təbii bu şeylər yada düşəndə əlbəttə həm belə nostalji bir hiss edirəm. İnanıram ki, gələcəkdə də o bəzi sənət insanları, sənətkarlar bu məkanda yaşayacaqlar, yaradacaqlar və Şüvəlanda olan bütün bu sənət nümunələri cəmaata göstərəcəklər. Qayalar qat-qatdır, qayalar çat-çat. Qayalar özəyi uca dağların. Ay rəssam, gəl burada bir əsər yarat. Əks etsin onların, əzmin, vüqarın. Doğrudan da rəssamları əsər yaratmağa şövqləndirən bu qayalara etinasız baxmaq olmur. Şüvəlan qayaları lal sükutunda hansı yaddaşı qoruyub saxlayır görəsən? Bu əsərlər gedib çatıb başqa Avropa ölkələrinə. Bu əlbəttə mənim üçün böyük fəxrdir və oradakı insanlar bu əsərləri görəndə çox hətta təəccüblənirlər ki, o memarlıq cəhətdən çox unikal olduğu üçün onlar müsəlman memarlığı. Onlar çox suallar verirlər ki, bu necə olub, necə olub. Mən də təbii ki, onları başa salırdım. Ancaq əsas odur ki, əsərlərdə bu indiyəcən də qalıb. Hər bir insanın doğduğu yer onun üçün doğmadır. Mənim üçün də bu doğma yerdir. Harada olursa olsun, gəlirəm bura. Bunun elə bir havası mənə düşür. Nə bilim, insanlarla təmasda olanda çox maraqlı olur. Və oturub burada çalışırım. Gördünüz, əməlatxanını gördünüz, yəni mühiti gördünüz. Və əsas odur ki, mənim tələbələrim çoxdur. Siz baxın, mən artıq İncəsənət Universitetdə 54 ildir çalışıram. Çox həddindən artıq tələbəm var. Ancaq bu kənddə yaşayan rəssamlar ki var, onları mən istərdim adını çəkim. Məsələn, Elşaddır, Hacı Elşaddır, çox gözəl insandır, gözəl rəssamdır. Ondan sonra bir Balağa vardır, Balağa Musayev, o da mənim tələbəm olur. O da çox maraqlı bir rəssamdır. Etibar Nəzərov, tez-tez görüşürük. Təbii ki, mən həm onlardan ilham alıram ki, və sevinirəm ki, bir şanslı bir insanım ki, belə bir tələbələrim vardır. Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir. Tədqiqatlar nəticəsində məlum olub ki, ölkəmizin bütün ərazisi, o cümlədən Abşeron antropogeniz zonasına daxildir. Təsadüfi deyil ki, Şüvəlanda, Pirallahı adasında, Zığ gölü, Binəqədi və Əmircanda eramızdan əvvəl 3-cü, 1-ci minilliklərə aid olan qədim insan məskənləri aşkar edilmişdi. 1960-cı ildə Şüvəlanın Bəndüstü adlanan ərazisində aparılan arxeoloji qazıntılar zamanı daş alətlər, saxsı qablar, insan və heyvan sümükləri aşkarlandı. Bu maddi mədəniyyət nümunələri alimlərin qənaətinə görə erkən Tunc dövrünə aiddir və onların təqribən 5000 il yaşı var. Qədimi tarixi bələdçinidir də bu Şüvəlan kəndinin. Bu Şüvəlan kəndi qala kəndinin torpaq sahələridir, bağ sahələridir. Deməli, Şüvəlanda yaşayanları Sovet hökuməti qurulandan sonra
şuvalana qoymurdular ki, əgər ikinci həyatın varsa, gərək qala kəndində öyü sökəsən, şuvalana çəliyəsən. Yoxsa ki, bu şuvalan bağları hələ qalalıların olur. Bu park, indi şuvalan parkı deyilər. Mənim babamın olur. Üzbəüz əmisi oğlanlarının olur, əmilərinin olur. Babamın toyu da 19-cu ildə hələ Şuvalan Parkının, indi Şuvalan Parkı Daşkarxanası olub. Onun olub. Bizim Qala kəndində, Şuvalanda misal üçün 2 mərtəbə ev yeşik var, içində yaşayırıq. Bizim həyətimizdə. Babamın da 4 qız olub, oğlu olmuyor da. Xəbər alsam muğanımdan, milimdən, nazlı Bakım, o neft qoxan gülümdən. Kim demiş ki düşmüş adın dilimdən? Azərbaycan, mənim eşsiz yurdum oy. Ölməz eşqim, içimdəki dərdim oy. Poeziyamızın vətən sevdalısı Almaz İldırım bir vaxtlar öz uşaqlığını Şüvəlanda yaşayıb. İndi Şüvalan kəndində Almaz İldırımın adını daşıyan küçə var. Qəribədir ki, qismətinə mühacir həyatı sürmək düşən şairin oğlu 1991-ci ildə Bakıda olarkən qəflətən vəfat edir və Abşeronun Şüvalan kəndində dəfn olunur. 70-ci, 80-cı illər, 90-cı illərin əvvəllərinə qədər deməli Gülçülük safxozu var idi burada. Çox tanınmışdı bütün SSR məkanında. Orada çox gözəl göllər var idi, maraqlı yerlər var idi. Orada həmişə çəkilişlər olurdu, konsertlər çəkilirdi orada. Deməli Zeynəb xanım Xanlarova, Gülağa Məmmədov və çox müğənnilər və musiqiçilər orada çəkiliblər. Şüvalanda bir neçə filmlər çəkilib. Mənim bildiklərim təbii ki, Bəxt Üzüyü və Təxminə Zaur filmi də buradakı pioner düşərgələrində çəkilib. Yeri gəlmişkən, mən özüm də bir neçə filmlərə musiqi bəstələmişəm. Axırıncı işim Zəng filmi idi. O da Şərif Qurbanəliyevin rejissorluğu ilə çəkilmiş film idi. Orada soundtrack'i də Flora xanım Kərimov ilə Eyüp Yaqubov oxuyublar. Hər bir bölgədə olduğu kimi Şüvalan kəndində öz incəsənət xadimləri olub, hal-hazırda da var. Bizim xalq artistimiz Muxtar Maniyev nə qədər filmlərə çəkilib və həqiqətən də çox gözəl aktor idi, özünə məxsus aktor idi. Öz koloriti var idi. Allah onu rəhmət eləsin. Sonra Əşrəf Əşrəfzadə olub bizim klarnet ustası. Onun da barəsində çox məlumatlar var. Mən onu deyə bilərəm ki, o da çox seçilən bir sənətkar idi. Bir ara belə bir adət vardı ki, toydan sonra gəlin üçün gedirdilər. Və bizdə adət vardı ki, sabahı çalırdılar, yəni ki, zurna ilə çalınırdı o və gəlin üçün gedirdilər. Və yadıma gəlir ki, mən uşaq idim, əvvəllər toy günü gəlinin müəyyən cehizlərini böyük maşınlara yükləyirdilər. Biz də uşaq idik, xoşumuz gəlirdi ki, minirdik böyük maşına, açıq maşında gedirdik, ləzzət elirdi bizə. Şüvalan indi kifayət qədər böyük şəhər tipli bir yaşayış ərazisinə çevrilib. Əvvəllər bağa yalnız mövsümündə köçənlər olsa da, bu qayda indi biraz dəyişib. İlin 4 fəslini burada yaşayanlar çoxdur. Şimal Qres qəsəbəsi, qəsəbə deyirlər, ancaq qəsəbə deyil. Yəni Şimal Qres yaşayış masivi Xəzər rayonunun şimal-şərqində yerləşir. 50-ci illərdə burada yaşayış olmayıb. Bu Şüvalan qala cəmaatının əkin yerləri olub. Lakin 50-ci illərdə su elektrik stansiyası burada inşasına başlayıb, 52-ci ildə istifadəyə verilib. Buradan gələn mütəxəssislər burada uzaqlardan gəlirlər işləməyə. Ona görə də burada yaşayış olmadığına görə onlar üçün 2 yataqxana, gördüyümüz bu 2 yataqxana tikilib inşaya verilib və ondan sonra tədricən başlayıblar burada bina evləri tikməyə və əhali burada çoxaldıqca olub yaşayış masivi.
və bu yaşayış massivi Şüvalan qəsəbəsinin üstündə gedir. Bura Şüvalanın Çınar pioner düşərgəsidir. Bu düşərgə 50-70 ildən də yuxarı ömrü var. Şüvalan qəsəbəsində 70-dən yuxarı pioner düşərgələri olmuş, 50-dən yuxarı pansionatlar olmuş, uşaq müalicə müəssisələri olmuş və burada 1000-dən yuxarı bu lagerdə uşaqlar böyüdülmüşdür. Hər 3 ay yayı burada keçirirdilər. Qəsəbədə müasir dövrün tələblərinə cavab verən istirahət məkanları, parklar, gənclərin asudə vaxtını təmin edəcək əyləncə və idman mərkəzləri var. Hal-hazırda qarşısında dayandığımız bu futbol meydançası və ağır atletika idman kompleksi Şüvalan qəsəbəsində 2010-cu ildə istifadəyə verilmişdir. Keçmişdə burada bu qəsəbədə köhnə bir stadion vardı, futbol meydançası. Oradan cavanlar, gənclər istifadə edə bilmirdilər. Çünki o istifadəyə yararsızdır. Cəmaatın xahişi ilə, gənclərin xahişi ilə çoxsaylı müraciətlərə uyğun olaraq burada bu meydançanı istifadəyə verdilər. Və indiki dövrdə bu meydançada nə ki, bu qəsəbənin cavanları, bütün demək olar Xəzər rayonunun başı ətrafı kəndlərdən burada yarışlar keçirdilər. Buranın Şüvalanın öz futbol klubu var. O futbol klubu burada məşqlər keçirdir və o tərəfdə də ağır atletika akademiyası var. Gənclər orada tədris alırlar və qəsəbənin öz idmançıları yetişir. Və bu idmançılar da demək olar ki, bütün yarışlarda iştirak eləyirlər. dən birində Şüvalanda gəzib görməli, bilməli olduğumuz hər şeyə diqqət yetirməyə çalışdıq. Şüvalan gülü, çiçəyi, gözəl səfalı bağları ilə Abşeronun üstünə yaraşıq verən bir məkandır. Kiçik çilədən sonra bahar nəfəsi dəyən torpaq göyərəcək. Şüvalan da yurdumuzun bütün güşələri kimi baharla yeni libasa bürünəcək. Bax belə, 32-dən biri isə davam edir. Gələn görüşlərdə yeni ünvanda görüşənədək salamat qalın.